Hər il eyni əkdiyimiz yerə bir daha da pambıq, hər il pambıq əkdikdə təbii ki, torpaq zəifləyir, xəstəliklərlə artır, qida maddələri azalır. Tək üzvü gübrə vermək istəyirsinizsə, tək üzvü gübrə vermək istəyirsinizsə, tövsiyə edərdim, əgər alaqlardan da qurtulmaq istəyirsiniz, alaq olmamaq istəyirsinizsə, Leonardit verə bilərsiniz. Alağı göz alırsınızsa, peyin də verə bilərsiniz. Amma üzvü gübrə ilə də yanaşı, mineral gübrə də verilməlidir. Mineral gübrə ilə tək torpağı doyuzdurmaq olmaz. Həmişə çalışmaq lazımdır ki, üzvü gübrə də vermək lazımdır. Leonardit ilə əkmək istəyirsinizsə, Leonardit necə verməyinizi, tətbiq etməyinizi, ətraflı öyrənmək istəyirsinizsə, mənə müraciət edə bilərsiniz. Leonardit haqqında bütün məlumatlar əlimdə var. Yəni, nə istəsəniz, necə vermək lazımdır, nə tər vermək lazımdır, neçə gün sonra suvarmaq lazımdır, hamısını deyə bilərəm. Sağ olun, var olun.